Heç hiss etmisiniz, hər şey qaydasında olsa da, daxilinizdə sanki hər an çalacaq bir zəngli saat var. Bəlkə də ətrafınızdakılar sizə hər şeyi çox böyüdürsən deyir. Amma əslində bu sizin özünüzdən asılı deyil və bunu qəsdən etmirsiniz. Təbii ki, buna bir sıra yanaşı simptomlar əlavə edildikdə və minimum 6 ay müddətində davam etdikdə bu psixologiyada generalizə olunmuş təşviş pozuntusu adlanır. Elmi modellərdən Douglas modeli bunu belə izah edir ki, beyin qeyri-müəyyənliyə dözməkdə çətinlik çəkir və sanki sizi qorumaq üçün həddindən artıq işləməyə başlayır. Beyin elə düşünür ki, hər şey qabaqcadan, hətta 100 addım əvvəldən düşünsə, sizi ola biləcək hər bir ehtimaldan qoruyacaq və buna hazırlıqlı saxlayacaq. Amma burada bir tələ yaranır. Biz buna bir paradoks da deyə bilərik. Çünki bu qədər narahatlıq insanı hazırlıqlı etmir. Əksinə, zamanla fiziki və zehni yorğunluğa, tükənməyə səbəb olur. Yaxşı xəbər isə budur ki, bu bir xarakterik xüsusiyyət deyil və psixoterapevtik metodla müalicə olunan bir vəziyyətdir. Unutmayın ki, beyninizin qurduğu qorxu ssenariləri heç də həmişə reallıq demək deyil. Həyatı daim ya belə olsa sualları ilə yox, olduğu kimi reallıqla yaşamaq sizin də haqqınızdır.